İndi isə çox istedadlı, çox gözəl bir ifaçı ilə, istedadlı bir gənclə, Cavid bəylə tanış olacağıq. O, bütün əngəlləri aradan qaldırıb, öz işi ilə, öz peşəsi ilə yüksək səviyyədə məşğul olur. Əməkdaşımız Orxan Əliyev hazırlayıb sujeti bizim üçün. Gəlin bir yerdə sujetə diqqət yetirək, sujetimizi izləyək, qayıdıb müzakirə eləyəcəyik. I wonder where you are, and I wonder what to do. Uşaqlıqdan əlilliyi olan Cavid Gözəlov həyatın çətinlikləri ilə çox erkən yaşlarından üz-üzə qalıb. Qarşısına çıxan əngəllər onun gündəlik həyatını çətinləşdirsə də, bu maneələr Cavidin arzularına gedən yolu bağlaya bilməyib. Anadan gəlmə çətinliyi təkcə diskinetik cerebral iflic deyildi təbii ki. Danışıq problemi, kəkələmə problemi, söz ehtiyatını toparlamaq kimi bir problemim var idi mənim uşaqlıqda daha çox və özümü idarə edə bilmirdim. Daha çox güzgü qarşısında daha çox məşğələlər elədim. Kitablar oxumağa başladım. 9-10 yaşından etibarən özümü ədəbiyyata köklədim və hiss elədim ki, artıq məndə bir irəliləyiş var. Fiziki məhdudiyyətimlə bağlı. Təbii ki, çox çətinliklər olub. Təhsil həyatı, iş həyatı, şəxsi münasibətlər, problemlər çox olub təbii ki. Yaşa dolduqca qəbul edirsən ki, insanlar belədir. 15-16 yaşından idmana başladım. Karate, judo, üzgüçülük, bu kimi idmanlarla çox məşğul oldum. Başa düşdüm ki, özümə inanmalıyam. Təhsilə hər zaman böyük önəm verən müsahibimiz həmin illərdə müəyyən çətinliklər yaşamasına baxmayaraq bunun da öhdəsindən gəlməyi bacarıb. 11 illik məktəbi bitirdim. Daha sonra kollecə qəbul oldum. Bakı Dövlət Sosial İqtisad Kollecini oxudum. Bank işi, maliyyə üzrə. Hətta əlavə olaraq mühasibatlıq kursuna da getdim. Uğurla bitirdim. Gənc yaşlarından musiqiyə xüsusi maraq göstərən Cavid üçün səslər, notlar və melodiyalar özünü ifadə etməyin ən güclü vasitəsinə çevrilib. O, musiqini sadəcə dinləməyib, onu hiss edib, yaşayaraq ifa etməyə başlayıb. Məni yönləndirən anam oldu. Xanəndəliyə məni yönətdi və Kamilə Abdullayevadan bir il təhsil aldım. Uşaqlıqdan retro musiqilərə marağım çox olub. Musiqinin sözləri mənim üçün çox önəmlidir. Musiqinin sözlərində bir ahəng olmalıdır. Musiqinin sözlərində dərin məna olmalıdır. Sətiraltı məna olmalıdır ki, mən onu dinləyim. Öz üzərində əzmlə çalışan, saysız məşqlər və zəhmət hesabına ifaçılıq bacarıqlarını inkişaf etdirən Cavid Gözəlov zamanla musiqi alətləri ilə dostlaşıb. Onun üçün musiqi təkcə sənət deyil, həm də həyatla mübarizədə güc mənbəyidir. 2011-ci, 12-ci illərdə mən özümə gitara aldım. Başladım YouTube üzərindən gitaranı öyrənməyə. Daha sonra vokal dərslərinə yazıldım. Özümü bu sahədə inkişaf etdirməyə başladım. Bakalavriat təhsilimi 2021-ci ildə başladım. Azərbaycan Milli Konservatoriyasına qəbul oldum. 4 il orada təhsil aldım. 4-cü kursda Emil müəllim şəxsən mənə bildirdi ki, belə bir inklüziv inkişaf mərkəzi var. Sən mütləq orada olmalısan. Burada gözəl müəlliməm Humay Aslanova ilə tanış oldum. Onun dərslərindən də yararlanıram hal-hazırda. Təbii ki, nəinki musiqi, incəsənət sahəsi inkişaf mərhələsində gedir. İnsan daim öz üzərində çalışmalıdır. Nə qədər bilmirəm desən, o qədər çox öyrənəcəksən. Cavidin həyat hekayəsi bir daha göstərir ki, istedad qarşısında heç bir maneə dayana bilməz. Onun musiqisi isə təkcə notlardan yox, həyat eşqindən, mübarizədən və ümiddən doğur. Are you somewhere feeling lonely? Someone loving you? Biz Orxana təşəkkürümüzü bildiririk. Çox sağ olsun ki, ümumiyyətlə bu cür bacarıqlı, istedadlı şəxsləri tapır, ortaya çıxardır və bizi, tamaşaçıları tanış edir.